Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün noyabr ayının 24-ü, həftənin bazar ertəsi günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bu hərəkəti edənlər 1000 manat cərimə olunacaqlar. Nədir demək, bu hərəkət nədən ibarətdir? Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri-etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyən edilə bilər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə yeni hissələr əlavə olunur. Qanun layihəsi Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi ilə İnsan Hüquqları Komitəsinin birgə iclasında təqdim edilib. Demək, təklifə görə internet resurslarında və sosial şəbəkələrdə kütləvi nümayiş etdirilən ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik yaradan hərəkətlərə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur. Bu hallara qeyri-etik ifadələrin səsləndirilməsi, belə məzmunu xatırladan jestlərin göstərilməsi və insan bədəninin hissələrinin mənəvi dəyərlərə zid formada təqdim edilməsi də daxildir. Zəruri hesab olunduqda şəxsiyyətdən asılı olaraq 30 günədək inzibati həbsdə tətbiq oluna bilər.